Süni intellektlə hazırlanan filmlər bəyənirsiniz, yoxsa lentə çəkilən? Əlbəttə ki, lentə çəkən, çünki süni intellektdə reallıq yoxdur. Lentə çəkəndə isə reallıq əsasən özünü rolluyur və daha insana maraqlı gəlir. Süni intellektdən animasiya məqsədi ilə istifadə eləmisinizmi? Animasiya yaratmısınız? Xeyr, süni intellektdən ancaq bir slayd hazırlayırıq, başqa heç bir bizə xeyir dəydiyini görməmişik hələ ki. Lentə çəkilmiş film, çünki orada aktyorlar nə əməliyyat keçir, həm bir də ki, süni intellektdə reallıq yoxdur deyə ona görə. Lentə çəkilmiş filmlərə üstünlük verirəm, çünki hisslər, duyğular daha real olduğu üçün, yəni insan əməyi var, orada daha çox üstünlük verirəm lentə çəkilmiş filmlərə. Süni intellekt, çünki lentə çəkilmiş filmlərdə keçmişdə qaldı və indi də onsuz da süni intellekt, lentə çəkilmiş filmdə süni intellekt istifadə olunur. Süni intellektin gələcəyi var, yəni inkişaf edə bilər. Amma lentə çəkilmiş filmlər heç daha doğrusu, yəni çox insana maraq göstərmir o filmlərə. Mənim fikrimcə süni intellekt çünki daha müasir formatdadır və daha az əmək sərf edir. Gəlimdə olan, yəni lentə çəkilmiş filmlərdə insan əməyindən daha çox istifadə olur və daha çox vaxtımızı alır. Lentə çəkilən filmlər çətinlik baxımından daha mürəkkəbdir. Çünki burada həm texniki, həm yaradıcı, həm də insan resursları lazımdır. Məsələn, operatorlar, rejissorlar, makyaj, dekor, büdcə və s. Süni intellekt isə daha çox texniki bilik tələb edir. Məsələn, proqramçılar, ondan sonra yaradıcılıq. Məncə heç biri maraqlı deyil, çünki filmlərə baxmağı sevən bir insan deyiləm. Amma süni intellekti götürəndə çox zaman bütün filmlər bir-birlərinə bənzəyirlər deyə artıq marağa qaçır filmlərin. Günümüzdə hal-hazırda süni intellekt daha inkişaf etmişdir. Bəzi sahələri öz avucuna almışdır. Onlardan biri də film sahəsidir ki, orada da insanların duyğularını, hisslərini özü canlandırmağa başlamışdır. Bu isə insanlarda yaranan adına məlum olduğu kimi süni bir hisslər, süni bir reportaj yaranır. Məncə kino lentə çəkilmiş filmlər daha maraqlıdır. Bu mənim əlbəttə ki, şəxsi fikrimdir. Əgər əsaslandırası olsam, süni intellektlə çəkilən filmlər bəzən insanlarda fikir ayrılığı yarada bilir. Çünki biz məncə real olanı görmək istəyirik, amma süni intellekt bizə bəzən reallıqdan da kənarda şeylər təqdim edə bilir ki, bu yaş həddinə görə də insanlara təsir göstərə bilər. Məsələn, 18 yaşdan aşağı kimsə izləyirsə və yaxud da ki, izləməsi lazım olmayan şəxslər bəzən izləyirsə, məsələn, uşaqlardan, yeniyetmələrdən söhbət gedir, bu onlara mənfi təsir bəzən göstərə bilər məncə.